Salam dostlar, bugünkü dərsimizdə biz deməli çalışacağıq qrafik elementləri əlavə edək bizim VNC-yə. Yəni simulatora start verək. Restart, run P və yenidən yükləmə verək. Tamam, gəlin dostlar, deməli bizim açaq obyektimizi. Və dostlar, gələk graphical designer'a və biz burada axtaracağıq deməli operator screen 1. Operator screen 1'i axtaracağıq. Onun üçün düşək aşağı. Və open picture eləyək. Tamam dostlar, gəlin biraz pəncərəni böyüdək. Brown eləyək 1500 və Brown'da eləyək 650. Və burada gələk dostlar kontrola, burada seçirik Siemens HMI Symbols. Bunu biraz böyüdək, yox, böyüdək. Biraz böyüdək. Və üstünə 2 dənə klik edirsiniz. Burada gəlin tank qoyaq, bir ədəd. Tank kifayət edəcək. Bunu biraz böyüdək. Deməli, bunu çəkək biraz sağa, yukarı. Tankımızı yerləşdirək bir hissəyə. Tankımız çox böyük oldu deyəsən. Yox, böyük deyil əslində. Sadəcə mən də tam ekrana yerləşmir. Balacalaşdırım. Ekranda görə bilərik bunu. Aşağı salaq belə. Və bir dənə də deməli pump əlavə edək. Biraz böyüdək. Burada deməli seçirik pumpları. Pumps. Və bu pumpı götürək. Bunu da salaq biraz aşağı belə. Bu səviyyəyə biraz böyüdək. Və deməli 2 ədəd də rectangle və yox 3 ədəd olacaq. Deməli bu olsun. Bunun səviyyəsində. Və bura belə qoyaq rectangle. Bunu kopya edeyim. Koyaq bura. Belə. Yəni bunun altında bağlayaq onda. Copy, paste. Bura və buradan uzalaq. Belə.
İndi dostlar, gəlin bunların rənglərini biraz fərqli eləyək. Seçək bunu və bunu. Və burada bizdə colors, style, fashion, global colors iken bunu eləyək no. Və gəlin bir də onun rəngin biraz dəyişək. Background color biraz olsun, biraz bir arada tünd. Və indi əsas rectangle'ı dəyişək. No. Və color'da eləyək biraz maye rəngində açıq göy olsun belə. Gəlin deməli bunları adda veririk. Dostlar, bu olsun bizdə pul olsun, baseyin. Pul. Və bunun adını dəyişək. Rənglərini dəyişək. Color olsun elə. Suyun rəngində biraz açıq qoyaq belə. Deməli dostlar, bunu da kopya eləyək. Birinə yazaq pump. Pump. Və birinə də yazaq tank. İstəyərsək. Da olsun bizdə tank. Və indi gəlin bir ədəd də valve əlavə eləyək bura. Klapanı əlavə eləyək. Çəkək bir tərəfə. Deməli Ctrl, Siz, My. Bura gəldi, düşdü. Və bura deməli qoyaq bundan. Biraz böyüdək. Gəl biraz buranı dostlar sərgiyə salaq. Biraz normal görsənsin. Bunu çəkək üçündə bu hissəyə belə yansın. Deməli bunlar biraz yukarı kaldıraq. Gəlsin bura kimi. Deməli bunu kaldıraq. Kaldıraq yukarı. Və gəlin bunu turba ilə birləşdirək. Deməli biz də burada olmalıdır. Polygon tube. Və başlayaq birləşdirək belə. Və buradan aşağıya belə. Və eyni cür gəlin klapanla bizim pumpı birləşdirək.
deməli Polygon Tube. Buradan başlasaq. Buradan da belə. Gəlin bunu biraz sərgiyə salaq burada. Aşağı düşmür. Biraz çəksək, yaxşı oturur nəsə bu. Belə biraz normaldır. Gəlin valvı da biraz salaq. Çox getdik. Belə olsun. Və bir borunda salaq bizim deməli tankın içinə. Deməli dostlar, gəlin tankımızı biraz sağa aşağı biraz belə. Amma belə biraz yaxşı oldu. Save eləyək hələ ki proyektimizi. Gəlin indi dostlar bizim elementləri yerləşdirək. Bu olsun bizim motor. Dostlar, bir dənə bunu gətirək bura və bunu biz deməli layer'ın qabağına çıxarmalıyıq. Onun üçün bunu basırıq, bəli gəldi. Biraz bunu belə qalsın, gəlin aşağı salaq biraz. Tamam, bu belə yaxşıdır. Və indi bizim valvı baxın, biraz sağa çəksək. Dostlar, gəlin bir dənə də bura level qoyaq. Onun üçün gəlin burada bar götürək. Smart elementlərdən. Və bunu biraz uzadaq deyək. Biraz da enləşdirək. Biraz enlədək deyək. Biraz da bu hissək. Və gəlin başlamışkən də bunu deməli bağlayaq bizim taqa. Custom get configuration və deməli schematic CFD CPIP və bizə lazım olacaq burada level monitoring. Monitor
Bunların bağlanmasını dostlar ayrıca yani ki Winsin dersi olacak, orada öğreteceğim size. Sadece bu derse düşüb diye dedim bir dəfəliyə buradan başlayarıq. Və burada bizə lazım olacaq level monitoring.tv value lazım olacaq. O da düşür, səhv etmirəmsə DB66'ya düşməlidir. Biraz aşağılarda olmalıdır. Aha, ben budur. DB66 0 de ona düşməliydi əslində, amma bilməm yerdə də 0'a düşüb. Tamam olsun, oku basırıq. Və biz səhv etməyimsə qoymuşduq 600 max value və min 0. Və dəyişməni gəlin qoyaq ki, dəyişmə baş verdikdə burada dəyişsin. Ok düyməsini basırıq. Və gəlin bu monitoringi də yerləşdirək bu hissəyə. Yox, elə öz ölçüsü yaxşıdır. Bir də bunu tərk etmək istəmirəm. Və gəlin bir də dostlar, deməli input-output field əlavə eləyək bizim valve üçün. O da olur bizdə smart objektlərdən. Belə deməli change. Və burada dostlar bizə lazımdır pid. Deməli bizdə olacaq element manipulated variable value. Deməli o da bizdə düşür unit dostlar gəl düşür buraya, siz burada aktarasını yəni bir dənə neyinin üstünə bıraksız, özü bunları sort eləyəcək, gəl düşür bura. Oku basırıq və oku basaq biraz belə və dostlar gəl bu dərsi hələ ki dayandırmayaq, yəni növbət dərsdə tez davam edəcəyik, çünki artıq çox vaxt getdi buna. Deməli, save edək bunu. Yəni, çox sağ olun dostlar, təşəkkür edirəm hamınıza. Növbət dərsdə biz artıq çalışacağıq bu sxemimizi qoşaq və yoxlayaq işləməyin.